Evdə bəzi heyvanları saxlamaqla məşğuldurlar və bərbaşdan deyim ki, şəhər mühitində evdə saxlanılan heyvanlar hamısı insan üçün çox ziyanlıdır, təhlükəlidir, həm də xəstəlik mənbəyidir. Bəzən də deyirlər ki, yox, sən bilirsən, pişik təzyiqə belə təsir eləyir, biri deyir temperatura təsir eləyir, biri deyir ümumiyyətlə əsəblərə kömək edir. Əslində isə bunlar hamısı təbliğ olunan vasitələrdir. Əslində isə insan gərək şəhər mühitində yaşayırsansa, o heyvanlardan aralı dursan. Bəzən də insanlar hələ eksotik heyvanlar saxlayır, eksotik quşlar saxlayırlar. Hamısı insan orqanizmi üçün ziyandır, xüsusən şəhər əhalisi üçün. Və görürsən, şəhər əhalisini dəfələrlə qeyd edirəm. Çünki dağda yaşayan, kənd şəraitində yaşayan, heyvandarlıqla məşğul olan, heyvanlarla bir yerdə həyat keçirən bəzi insanlar var. Onların immuniteti güclü olur. Amma şəhərdə yaşayan insanların immuniteti zəif olduğundan onlar isə xəstələrə tez yoluxurlar. Həmin xəstələrə yoluxmamaq üçün çalışmaq lazımdır. Evdə heyvan saxlamayasınız. Ey insanlar, bilin. Hamısı xəstəliklə təbliğ olunan, təşviq olunan, bizə göstərilən, süni intellekt vasitəsilə süni şəkildə formalaşmış, düzəltmiş, belə reklam olunan hamısı bizi xəstə salmaq üçündür. Bəli, pişik belə uşağa kömək elədi, qoymadı balkondan düşsün və yaxud it belə elədi, ev uçmamışdan qabaq uşağı çəkdi. Bunlar çoxları da süni intellekt vasitəsilə formalaşmış. Bəziləri də ola bilər, hadisələr olsun, ancaq onlar bilmədən də eləyə bilərlər. Amma bu Allahın bəzən bir xəbərdarlıqdır. Məsələn, birinə digər canlılar tərəfindən göstərir. Amma evdə saxlamaq olmaz istənilən halda.